Salam, mövzumuz tam cəbri ifadələr. Birinci sual. Hansı bir həllinin qüvvəti ən kiçikdir? Qüvvəti taparkən dəyişənlərimin üzərindəki qüvvətlər toplanır. 7-nin üstünə 6 gələndə 13, 10-un üstünə 2 gələndə 12, 6-nın üstünə 3 gələndə 9. Əgər dəyişənin üzərində heç bir qüvvət yoxdur, rəqəm yoxdursa 1 var deməkdir. 6-nın üzərində 3 9, 9-un üstünə 1 10, 8-in üstünə 7 15, 5-in üstünə 9 14. Ən kiçigi soruşurdu. Elədi B variantı. İkinci sual. İfadələrdən hansı çoxhədlidir? Çoxhədlində məxrəclər dəyişən olmur. Deməli, ikinci deyil. Dördüncüdə də deməli məxrəc dəyişən var, dördüncüdə deyil. Yerdə qalan 1, 3, 5 düzgün cavabdır. Elədi A variantı. Üçüncü sualda. Deyir, A üstəgəlsin B 4 olarsa, ifadənin qiymətini hesablayın. Vurub açsam, A-nı B-yə vuranda AB, A-nı 2-yə vuranda 2A, 2-ni B-yə vuranda 2B, 2-ni 2-yə vuranda 4. A-nı B-yə vuranda edir AB, A-nı -2-yə vuranda -2A, -2-ni B-yə vuranda -2B, -2-ni -2-yə vuranda müsbət 2. İndi A, B üstəgəlsin 2A, üstəgəlsin 2B, üstəgəlsin 4. Mötərizənin qabağında mənfi işarə varsa, mötərizənin içi əks işarəni açılır. AB müsbət idi olur mənfi, 2A mənfi idi olur müsbət, 2B mənfi idi olur müsbət, 2 müsbət idi olur mənfi. İndi AB-nin biri müsbət, biri mənfidir. İslah olundu. 2A-nın üstünə 2A gələndə edir 4A. 2B-nin üstünə 2B gələndə edir 4B. 4-dən də 2 çıxanda eləyir müsbət 2. A üstəgəlsin B 4-dürsə, 4A üstəgəlsin 4B də eləyir 16. 16-nın da üstünə 2 gələndə cavab eləyir 18, yəni Y variantı. Dördüncü sual. X, Y, Z natural ədədlərdir və X və Y, Z-in cəminin ən kiçik qiymətini tapın. Belə olan halda 5Y 6Z, X də 2Z-dir. Belə eləyək. 5Y bərabərdir 6Z-ə. 2Z-in yerinə burada mən 6Z yazsam, 2Z idi 6Z elədim, yəni 3-ə vurdum. Onda X 3-ə vuranda edir 3X. Deməli 6Z 3X-ə bərabərdir. Burada 6Z deyildi. Onda bərabərdir 3X-də yaza bilərəm. 5, 6, 3 üçün əküb tapsam, eləcək məndə 5, 6, 3-ün əküb 30. Onda 30-u 5-ə böləndə düşür 6. Deməli Y 6-dır. 30-u 6-ya böləndə düşür 5. Deməli Z 5-dir. 30-u 3-ə böləndə düşür 10. Deməli X də 10-dur. Bunların ən kiçik qiymətlərinin cəmini toplasam 6-nın üstünə 5, 10, 10 üstünə 11, daha doğrusu 11-in üstünə 10 eləyir 21, yəni D variantı. 5-ci sualda A vurulsun B 13-dür, A vurulsun C 17-dir. 13 17 də sadə ədədlərdir. Deməli, hər 13 də 1 vurulsun 13 deməkdir. 17 də 1 vurulsun 17 deməkdir. İkisinin də içərisində 1 olduğuna görə və ikisinin də içində hərf olaraq A olduğuna görə deyirəm A 1-dir. Onda B belə çıxır ki 13, C də 17 imiş. Bunların da cəmi mənə verir 31-i, yəni C variantı. 6-cı sualda uyğunluğun müəyyən edilməsidir. Birincinin əmsalı 8-dir. İkincinin əmsalı 4, üçüncünün əmsalı 12. Birinci də ümumiyyətlə baxıram ki, dəyişənin üzərində nə var? Mənfi var. Dəyişənin üzərində mənfi varsa, ümumiyyətlə bu bir həlli deyil. Birə aid olacaq Y variantı. Burada eyni bir hərfdən 2 dəfə istifadə olunub. Belə çıxır ki, bir həlli standart şəkildə deyil. Yəni 2 aiddir. C variantı. Qüvvətini hesablasam, 3-ün üstünə 2, 5, 5-in üstünə 7, 12, 12-in üstünə 4, 16. Qüvvəti isə 16 imiş. Deməli, mənim qüvvətim əmsaldan 4 dəfə böyükdür. Aiddir ona D variantı. Üçüncünün, deməli, əmsalı 12-dir, variantlarda yoxdur. Standart şəkildədir, əmsal da bir dənədir. Bizdə hərflərdən də bir dəfə istifadə olunub. Onda olur B variantı. Qüvvətini tapsam 5-in üstünə 2, 7, C-nin üstünə heç bir ədəd yoxsa 1 var. O da eləyir 8. Variantlarda da belə yoxdur. Deməli 1-ə Y, 2-yə DC, 3-ə B. 7-ci suala baxıram. Deyir ki, uyğunluğu müəyyən edin. Yenə mən demişdim ki, əgər məxrəcdə dəyişən varsa, bu çoxhəlli deyil. Hərfimin, yəni dəyişənin üzərində mənfi olması onun məxrəcdə olması deməkdir. Deməli, ikinci çoxhəlli deyil. Çoxhəlli standart şəkildədir. Baxaq hansındadır? Üçüncüdə, baxın, ABC, AB, A kvadratı B isə. Bu standart şəkildədir. Amma üçüncüdə, daha doğrusu birincidə biz 5A kubu B kvadratından 2A kubu B kvadratını çıxa bilirik. Ona görə birinci standart şəkildə deyil, D. Dərəcəsini tapmaq lazım gəlsə, burada 3-ün üstünə 2 gələndə 5, 2 üstünə 2 gələndə 4, 3-ün üstünə 2 gələndə 5. Ən böyükü 5 olduğuna görə dərəcə olur 5, yəni Y variantı. İkinci çoxhəlli deyil, onun dərəcəsinə baxmırıq. Üçüncünün çoxhəlləsini tapmaq istəsək, burada ABC-dir. Üzərində rəqəm yoxdursa, hərəsinin üzərində 1 var. Deməli, burada 3 var. AB, burada 2 var. 2-nin üzərinə, B-nin də C-nin üzərində heç bir rəqəm yoxdur. Onda 2-dən hərəsinə 1, 1, 2. 2-nin üstünə 2 gələndə 4. Çoxhəllinin dərəcəsi 4-dür. C-də aiddir onda üçüncüyə.
6-cı sualda çoxhalin dərəcəsinin 16 olduğunu verib. Çoxhalin dərəcəsinin üstlərinin cəmidir. 6-nın üzərinə m üstəgəl 1-i gəlsən bərabər olmadı 16. M də bərabər 6-nın üstünə 1 gəlir 7 və 16-dan 7 çıxanda cavab qalır 9. Deməli m 9 imiş. 9-cu sualda ABC natural ədədlərdir. 9-cu sual 5-ci sualla eynidir. A vurulsun B 13-dürsə, bunlardan biri deməli 1-dir, digəri 13-dür. B vurulsun C də 3-dürsə, deməli onlardan biri 1, biri 3-dür. Hər ikisinin içərisində B hərfi var deyə, deməli B bizdə 1-dir. B 1-dirsə, onda A 13-dür, C də 3-dür. Bunların cəmini istəyir. 1-in üstünə 13, 14, 14-ün də üstünə 3 gələndə cavab eləyir 17. X deyil y 0.6 olduğunu verir və o ifadənin qiymətinin tapılmasını istəyir. Aha, yazaq. X üstə gəlsin y üst. Burada hər ikisinin qarşısında mənfi var. Bu mənfini ona versəm olur mənfi 2-də 1, x üstə gəlsin y. Deməli, x üstə gəlsin y-dan 2-də 1 x üzəli y çıxsam, eləyəcək cavabı 2-də 1 x üstə gəlsin y. X üzəli y-in qiyməti 0.6-dır. 0.6-da 2-də 1-ə vuranda eləyir 0.3, yəni A variantı. 11-ci 12-ci sualları nəzərdən keçirək. Mötərizənin açacağıq içərini. Əvvəlcə 9p çıxılsın 6p. İçindəki ən içdəki mötərizənin açılmasına baxıram. Deməli, mötərizənin qabağında mənfi varsa, mötərizənin içi əks işarəni açılır. 3p müsbət olur mənfi, 1 mənfidir, olur müsbət. Onda misalım bu şəkildədir. 9p çıxılsın, 6p-dən 3p çıxanda qalır 3p, üstə gəlsin 1 bərabərdir. 9p mötərizənin qarşısında mənfi varsa, mötərizənin içi əks işarəni açılır. 3p müsbətli olur mənfi, 1 müsbətli olur mənfi. 9p-dən 3p çıxanda edir 6p, çıxılsın 1, yəni D variantı. 12-ci sual. Əgər ikisinin yadınızda müxtəsər vurma düsturu düşmürsə, onda adi qaydada 32-ni kvadratı yüksəldim, 12-ni kvadratı yüksəldim. Eyni qayda ilə məxrəcdə bir-birindən sonra çıxıb hesablaya bilərsiniz. Amma düsturun açışı bu şəkildə olacaq. Bir dəfə toplayacağam, bir dəfə çıxacağam. 32 çıxılsın 12, 32 üstə gəlsin 12. Məxrəcdə 27 çıxılsın 17, 27 üstə gəlsin 17. 32-dən 12 çıxanda 20, 32-nin üstünə 12 gələndə 44, 27-dən 17 çıxanda 10, 27-nin üstünə 17 gələndə 44. 44-lər ixtisar gedir. 1, 1, 20-dən 10 ixtisar gedəndə 10 ona böləndə 1, 20-ni ona böləndə 2. Son nəticəm oldu 2, yəni B variantı. 13-cü sualda x-in mənfi 20-də 1 olduğunu verir və ifadənin qiymətini hesablamasını istəyir. Müxtəsər vurma düsturlarından istifadə edib birincini açaq. Birinci dayananın kvadratı, yəni x kvadratı çıxılsın. Birinci dayanan və ikinci dayananın hasilinin 2 misli. X 5-ə vuranda 5x, 2-yə vuranda 10x. İkinci dayananın kvadratı 5-in kvadratı eləyir 25. X 10-a vuranda, daha doğrusu mənfi x 10-a vuranda mənfi 12x. Mənfi x müsbət x-a vuranda mənfi x-in kvadratı. X-in kvadratı 1 müsbəti 1 mənfi islah olundu. Mənfi 12x elədi mənfi 20x. Üstə gəlsin 25. O da bərabərdir mənfi 20. X-in yerinə mənfi 20-də 1 yazıram. Üstündə 25 gələcəm. 20-lər ixtisar gedir. Mənfini mənfiyə vuranda müsbət. 1, 1-in də üstünə 25 gələndə cavab eləyir 26. Yəni A variantı. 14-cü sualda bərabərliyi ödəyən x və y ədədlərinin cəmini tapın. Deməli, 2012 x mənfidir. Bu tərəfə keçsə olacaq müsbət 2012 x çıxılsın 2012 y. Burada qalıb x kvadratı. Y kvadratı müsbətdir, yerin dəyişdi oldu mənfi y-in kvadratı. Ortaq vuruq 2012-ni çıxarsam, qalacaq mötərizənin içərisində x çıxılsın y. X kvadrat çıx y kvadratını vuruqlara ayırsam, olacaq x çıxılsın y, x üstə gəlsin y. X çıx y-lar ixtisar gedir, qalır 2012 bərabər x üstə gəlsin y. Cəmi soruşurdu bizdən, o da 2012, yəni C variantı. İfadəni sadələşdirin. Onu 5-ə vur, daha doğrusu 5 üstü mənfi 1-ə vurmaq. Yəni onu 5 ilə 1-ə vurmaq deməkdir. O da eləyir 2. Deməli, mənim əmsalım 2-dir. B, C variantı deyil. A üstü mənfi 2-ni A üstü 3-ə vursam, vuranda üstlər toplanır. Mənfi 2-nin üstünə 3 gələndə eləyir 1. Deməli, A üstü 1-im var. B üstü 3-ü də B üstü mənfi 1-ə vuranda eləyir B üstü 2. O da eləyir Y variantında. 16-cı sualda ifadənin qiymətinin hesablamasını istəyir. A kvadratı üstəgəl 2AB üstəgəl B kvadratı A üstəgəl B-nin mötərizə kvadratının açışıdır. Mənfi 7 çıxsın 7B-dən 7-nin ortaq vuruq çıxarsam, mötərizə qalacaq A üstə gəlsin B, üstə gəlsin 1. İndi A ilə B-nin cəmini tapsam, 4 tam 13-də 5-in üstünə 2 tam 13-də 8 gəlsəm, eləyir 6 tam 13-də 13. 6 tam 13-də 13-də 7 deməkdir. Deməli, A üstə gəl B 7-dir. Olacaq bizdə 7-nin kvadratı, yəni 49 çıxsın. 7 olsun, A üstə gəl B-də 7-dir, 7-ni 7-yə vuranda 49, üstə gəlsin 1. 49-un 1 müsbət 1 mənfi islah olundu, nəticəm qaldı 1, yəni Y variantı. Digər sualımızı indi vurub açaq. X üstə gəlsin 3, vurulsun x çıxılsın 3. Bizdə müxtəsər vurma düsturunun açışıdır. Bunu yığanda edir x kvadratı çıxılsın 9. Və bunun qarşısında bir dənə də x var idi. İndi bu x-i ikisinə də vuraq. X-i x kvadratına vuranda edir x-in kubu. X-i 9-a vuranda edir 9x. X çıxılsın 2 vurulsun x kvadrat üstəgəl 2x üstəgəl 4 isə bizdə A kubu çıxılsın B kubunun açışıdır. Yəni bunu tətbiq eləsək x kubu çıxılsın 2-nin kubu. 2-nin kubu da edir 8.
Mötərizənin qarşısında mənfi var deyinə əks işarə ilə yazacağam. X kubu müsbət olur mənfi, 8 mənfi də olur müsbət. X kubunun biri müsbət, biri mənfi islah olundu. Cavab qaldı mənfi 9x üstəgəlsin 8. İndi x-in yerinə 3 ilə 1 yazaq. Mənfi 9 vurulsun 3 ilə 1 üstəgəlsin 8. İxtisar gedir. 3 3-ə böləndə 1, 9 3-ə böləndə 3. Mənfi 3-ün üstünə də 8 gəldi. Cavab edir 5, Y variantı. 18-ci sual ifadənin qiymətinin hesablanmasıdır. 22-ni yaza bilərəm 2 vurulsun 11, üstlərinə də yazıram 4. 8 yaza bilərəm 2-nin kubu, üzərində də var 4. 121-i yaza bilərəm 11-in kvadratı, üzərində var 2. 4-ü yaza bilərəm 2-nin kvadratı, üzərində var 6. 11-in kvadratının kvadratı ilə eləyir 11 üstü 4. Burada 11 üstü 4-lər ixtisar getdi məndə. Aşağıda var indi 2-nin üstündə 2-nin 6-ya vuranda 12. Burada da önündə var edən 2 üstü 4. 3-ü 4-ə vuranda edir 12. 2 üstü 12. 2 üstü 12-lər ixtisar gedir. Cavab qalır 2 üstü 4. 2 üstü 4 də 16 deməkdir. 19-cu sual x və y müsbət ədədlərdir və sonda x və y-ın tapılmasını istəyir. Biz əvəzləmədən istifadə edə bilərik. X-a deyirəm mən 3t, y-ə da 4-ə görə deyirəm 4t. Gətirib yerinə qoysam 2 vurulsun x, yəni 3t. Üstə gəlsin 3 vurulsun y, yəni 4t. 5x deyir. 5 vurulsun x 3t idi bizdə. Çıxılsın 3 vurulsun y, y da 4t idi. Bərabərdir 54-ə. 2-ni 3t'yə vuranda edir 6t üstə gəl. 3-ü 4-ə vuranda edir 12t. 5-i 3-ə vuranda 15t. Çıxılsın 3-ü 4-ə vuranda edir 12t. Bərabərdir 54-ə. 6t'nin üstünə 12t gələndə edir 18t vurulsun. 15t'dən 12t çıxanda edir 3t bərabərdir 54-ə. 54t'nin kvadratı bərabərdir 54-ə. T kvadratı da bərabərdir 1-ə. Bir nəyin kvadratıdır? Müsbət və mənfi 1-in. Ədədlərin müsbət olduğunu deyirsə, onda t-ni qəbul edirəm 1. T 1-dirsə, deməli x ilə y-ın cəmi 3t ilə 4t-nin cəmi edir mənə 7t. T də 1 dediyinə elə cavabım eləyir 7. 20-ci sualda ifadənin qiymətinin hesablaması tələb olunur. İlk öncə mötərizənin içini hesablayaq. Deməli 22 bizdə 3-ün kubudur. Vuracam 3 üstü mənfi 4-ə. Daha sonra kvadratı yüksəldəcəm. Əsaslar yenicə vuranda üstlər toplanır. 3-ün üstünə mənfi 4 gələndə edir mənfi 1. Onda kvadrat. Mənfi 1-i 2-yə vuranda eləyir mənfi 2. Cavabımız 3 üstü mənfi 2. 3 üstü mənfi 2-dir. 1 bölünsün 9 deməkdir. Yəni C variantı. 21-ci sual ifadənin qiymətinin hesablanması tələb olunur. Yəni müxtəsər vurma düsturunu tətbiq edəcəm. A kvadrat çıxılsın B kvadratı. Bir dəfə toplanıb, bir dəfə çıxma eləyəcəm. Deməli 59-dan 33-ü bir dəfə çıxıram. Bir dəfə 59-un üzərinə 33-ü gəlirəm. Sonra üstə gəlsin 26 vurulsun 28. Məxrəcdə də var 28-dən bir dəfə 2-ni çıxıram. Bir dəfə də 28-in üstünə 2-ni gəlirəm. Bərabərdir. 28-in 2 çıxanda 26, 28-in 2 gələndə 30. 59-dan 33 çıxanda 26, 59-un üstünə 33 gələndə eləyir 92. Üstə gəlisi 26 vurulsun 28. Bərabərdir. Məxrəci olduğu kimi köçürtürəm. 26 vurulsun 30. Sürətdə biz 26-nı ortaq vuruq çıxarda bilərəm. 26-nı ortaq vuruq çıxarsam, mötərizənin içərisində qalacaq burada 92, üstə gəlsin 28. 26-lar ixtisar gedir. Məxrəcdə var 30. 92-nin üstünə 28 gələndə edir 120. 120-ni 30-a bölündə nəticə düşür 4. Yəni Y variantı. 22-ci sualda ifadəni sadələşdirmək istəyir. 4A. Mötərizənin qarşısında mənfi işarəsi varsa, mötərizə əks işarə açılacaq. A müsbətdə olur mənfi, 3 müsbətdə olur mənfi. 4A-dan A çıxanda qalır 3A, çıxılsın 3. Yəni D variantı. 23-cü sualda bir hədlinin qüvvəti deyir əmsalından neçə dəfə böyükdür. Əvvəlcə misalın qiymətini hesablayaq. Deməli kubunu tapacağam. 2-nin kubu 8, A-nın kubunun kubu A üstü 9, B-nin kubunun kubu B üstü 9. Yəni bu kubları mən bu üstündəki qüvvət olan 3-ə vurdum. Mənfi 2-də 1-in kvadratı 4-də 1, A-nın kvadratının kvadratı A üstü 4, B-nin kvadratı. 8 ilə 4-də 1 ixtisar gedir. Qalır cavab 2. Əsaslar eynidirsə vuranda üstlər toplanır. 9-un üstünə 4 gələndə 13. Eyni qayda ilə 9-un üstünə 2 də gəlirəm. B-nin də üstündə eləyir 11. Deməli mənim əmsalım oldu 2. Qüvvətim isə 13-ün üstünə 11 gələndə eləyir 24. Deyir bir ədədin qüvvəti əmsaldan neçə dəfə böyükdür? 24-ü 2-yə böləndə cavab düşür 12. C variantı. 24-cü sualda bir ədədin dərəcəsi 19-dur. Bir ədədin dərəcəsi 19-a üstlər toplanır. 8 üstə gəlsin n üstə gəlsin 3 bərabər 19-a. N üstə gəlsin 11 bərabərdir 19-a. Onda n də bərabərdir 19-dan 11 çıxanda bizə qalır 8. Yəni D variantı. A üstə gəl B 5 olarsa ifadənin qiymətini tapaq. A üstə gəlsin 10 üstə gəlsin B. Mötərizənin qabağında müsbət idiyindən mötərizənin içərisi n işarəni açıldı. A-nın üstünə B gələndə 5 edirsə 5-in üstünə 10 gələndə cavab eləyir 15. İfadənin qiymətinin tapılmasını istəyir. Mənfi 3 üstü 4 üst cütdürsə, onda ifadənin qiyməti ilə müsbət edir. 3 üstü 4 vurulsun. 12-ni mən necə yaza bilərəm? 12-ni yaza bilərəm 2-nin kvadratı vurulsun 3 kimi. Onda yazaq 2-nin kvadratı
ve üzerinde bir kvadrat var dedim. Bir tane de kvadrat ve 3'ün kvadratı. Bu kvadrata göre üstlerine əlavə bir kvadrat koydum. Altını yaza bilərəm. Deməli mən 2 vurulsun 3 kimi. Altının da kvadratı var. Daha sonra bir dənə kvadratı var. Onda edir bizdə nəticə. 3 üstü 4 və 3'ün kvadratını bir-birinə vuranda üstlər toplanır. 3 üstü 6. Vurulsun 2 üstü. 2'ni 2'ye vuranda edir 4. 2'nin üstünde var 4. Yaxlıca baxaq. 2'ni 2'ye vuranda 4 var. Deməli 2'nin üstündə 4 var. 3'ün üstündə 4 var. 2 üstü 4'ləri ixtisar gedir. 3 üstü 6'nı 3 üstü 4'ə bölən üstlər çıxılanda 6'dan 4 çıxanda qalır 2. Yəni 3'ün üstündə 2 var. 3'ün kvadratı bizə verir 9'u. 22-ci sualda. Deməli 35'i biz yaza bilərik. 5 üstü 5 vurulsun 7 kimi. Yəni 5 üstü A vurulsun 7 üstü A bərabərdir. 7 üstü A çıxılsın B ilə. 5 üstü A vurulsun 7 üstü A bərabərdir. 7 A üstü çıxılsın B. Deməli 5 üstü A. Bu 7 üstü A vurmadı. Keçə bu nə olsun? Bölmə. 7 üstündə A çıxılsın B-ni bölək 7 üstü A. 5'in üstündə A bərabərdir. Böləndə üstlər çıxılır. Onda A'dan A çıxanda qalacaq 7'nin üstündə mənfi B. Deməli, sonra mənim də əlimdə var 49 üstünə B bölünsün ikamının cavabını istəyir. 49'u yaza bilərəm 7'nin kvadratı. Üstündə də var B bölünsün 2A. Bu 2'dən ixtisar gedir. Qalır 7'nin üstündə B bölünsün A. Mən deməli 5 üstü A 7 üstü mənfi B-yə bərabərdirsə 7 üstü B onun tərsinə, yəni 5 üstü mənfi A-dır. 7 üstü B-nin yerinə gətirib 5 üstü mənfi A yazsam burada. Olur 5 üstü mənfi A vurulsun 1 bölünsün A. A'lar ixtisar gedəcək, qalacaq 5'in üstündə mənfi. 5'in üstü mənfi 1 bölünsün 5, o da 0, 12 deməkdir. 28-ci sualda dəyişənin hansı qiymətində bu ifadənin qiyməti bu ifadənin qiymətindən 90 basit böyükdür. Yəni nə hesablayaq? 2y vurulsun 3y çıxılsın 1. Deməli böyükdür. Y vurulsun 7 üstə gəlsin 6y-dan 90 var. Bunu başlayalım. 2y 3y vuranda 6y kvadratı, 2y mənfi 1'ə vuranda mənfi 2y, y 7'yə vuranda 7y, y 6y vuranda 6y kvadratı üstə gəlsin 90. 6y-lər deməli bərabərlikdən əks tərəfləridir və eyni işarələri islah elədik. 7y mənfidir. Yerində, daha doğrusu müsbəti yerində dəyişəndə olur. Mənfi 7y çıxılsın 2y bərabər 90-a. Mənfi 7y mənfi 2y verir. Mənfi 9y bərabər 90-a. Y də bərabərdir. 90'ı mənfi 9'a bölünə düşür. Mənfi 10. O da deyir B variantında. 29-cu sualda da ifadənin qiymətinin hesablamasını istəyir. Hesablayaq. 27'ni yazaq 3'ün kubu. Üstündə var 1,2. 4'ü yazaq 2'nin kvadratı. Üstündə var 0,6. Aşağıda var 3'ün üstündə 0,6. Burada 2'nin üstündə 0,2. Məxrəcə olduğu kimi köçürtürəm. 3'ün üstündə 0,6 vurulsun 2'nin üstündə 0,2. Sürətdə 3'ü 1,2'yə vuranda edir 3,6. 2'ni 0,6'ya vuranda edir 1,2. Böləndə üstlər çıxılır. 3 üstü 3,6'nı 3 üstü 0,6'ya böləndə 3,6'dan 0,6 çıxanda qalır 3. Yəni 3'ün üstündə qalır 3. Vurulsun 2 üstü 1,2'ni 2 üstü 0,2'ye bölündə üstlər çıxılanda 1,2'dən 0,2 çıxanda qalır 1. Yəni 2 üstü 1. 3 üstü 3 27, 2 üstü 1 2 demək. 27'ni 2'ye vuranda edir 54. Yəni B variantı. 30-cu sualda. Deməli A üstü mənfi A üstü mənfi 8'e vuranda üstlər toplanır edir A üstü mənfi 11 bölünsün A üstü mənfi 9. Böləndə üstlər çıxılır. Mənfi 11'də mənfi 9 çıxılır qalır mənfi 2. A üstü mənfi 2. A bizdə 0,5 idi. Deməli 0,5'in üstündə mənfi 2 var. 0,5'i kəsir kimi yazsam, eləcək 10,5 üstündə mənfi 2. 15 ixtisar gedir qalır 2'də 1 üstündə mənfi 2. 2'də 1'in kvadratı 4'də 1'dir. Üstündəki mənfi dediyinə tərsinə çevirəcəm. Eləcək 1'də 4. Yəni nəticəm 4. 20 üstü n'dir. 20'ni yaza bilərəm. 2'nin kvadratı vurulsun 5. Üstündə də n varsa olacaq onda sürətdə. 2 üstü 2n vurulsun 5 üstü n. Bölünsün. 2 üstü 2n üstə gəlməsinin 1 vurulsun 5 üstü n çıxmır. Böləndə dedik ki üstlər çıxılır. Onda 2 üstü 2'ni bölsən 2 üstü 2'nin üstə gəl 1'ə. Edir 2'nin üstündə mənfi 1. 5 üstü n'in 5 üstü n çıx 1'ə böləndə üstləri çıxanda n'dən n çıx 1'ə çıxanda qalır 5'in üstündə 1. 2 üstü mənfi 1 2'də 1 deməkdir. 5 üstü 1'də 5 deməkdir. 2'də 1'i 5'ə vuranda cavab edir 2,5. 32-ci sualda bərabərliyi ödəyən qiymətlər üçün 2c çıxılsın A çıxılsın B ifadəsinin qiymətinin tapılmasını istənir. A kvadrat üstə 2b üstə B kvadratı A üstə gəl B-nin mötərizə kvadratının açışıdır. Çıxılsın C kvadratı bərabərdir 17. Kvadratlar varsa mütəsəvvir modüstür kimi bir dəfə toplama bir dəfə çıxma eləyə bilərəm. A üstə gəl B üstə gəl C vurulsun A üstə gəl B çıxılsın C bərabərdir 17. 17 yalnız 1 və 17'nin hasilini ayrılır. Bəs bunlardan bizdə hansı 1 hansı 17 edir? Əlbəttə ki böyüdüm 17 kiçik imdadan çıxmalında 1 edir. Alt alta yaza bilərik. Sistem təmin edir. A üstə gəl B üstə gəlsin C 17. A üstə gəlsin B çıxılsın C isə 1'ə bərabərdir. Sistem təmin edəndə C-nin bir müsbət bir mənfi islah olunur. A-nın üstünə A 2A, B-nin üstünə B 2B. 2'nin mötərizə xaricini çıxarsam A üstə gəl B-dən biz 2 dənədir. 17'nin üstünə 1 dənədir 18. A üstə gəl B də bərabər 18'i 2'yə böləndə cavab düşür 9.
A üstə gəl 1 9-dursa, indi biz gətirib yerinə qoysam 9-un üstünə mən nə gələndə 17 eləyir? Əlbəttə ki, 8. Qiymətlərini tapdım, gətirib yerdə qoyum. Deyir 2C. 2C, C8. 2-yə 8-ə vuranda eləyir 16. Çıxılsın. A üstü bu mənfini çölə verəndə olur məndə A üstə gəlsin B. A üstə gəlsin B-nin qiyməti 9. 16-dan 9-u çıxanda biz alırıq 1-1, yəni Y variantını. 33-cü sualda ifadənin sadələşdirilməsidir. Deməli, qüvvətin qüvvəti varsa bunlar bir-birinə vurulur. 3-lər ixtisar gedir, qalır x-in üstündə 5-də 4, vurulsun x üstündə -5-də 3. Vuranda üstlər toplanır. 5-də 4 ilə -5-də 3-ü toplayanda mən eləyirəm 5-də 1. X üstündə 5-də 1. Belə də ola bilər. Və yaxud da 5-ci dərəcədən də x deməkdir. İki nəticə də doğrudur. 34-cü sualda x -1-dir və ifadənin qiymətinin tapılması istənir. Tapaq. 3 vurulsun, -1-in üstündə 6, çıxılsın 11 vurulsun, -1-in üstündə 3, üstə gəlsin 9 vurulsun, -1-in üstündə 7. 1-in qüvvətləri bizə həmişə 1-i verir. -1-in qüvvətləri isə üstü cütdürsə, müsbət 1, üstü təkcə -1. Məsələn, burada üstü cütdür, onda -1 üstü 6, 1-dir, 3-ü 1-ə vuranda 3. -1-in kubu, üstü təkdiyinə verir -1-i, -1-i -11-ə vuranda edir müsbət 11. -1 üstü 7, yəni təkdirsə verir -1-i, -1-i 9-a vuranda edir -9. 3-ün üstünə 11 gələndə 14, 14-dən də 9 çıxanda cavabımız edir 5. Keçdik sonuncu misalımıza. Vurub açaq. X-i x-ə vuranda x-in kvadratı, x-i 8-ə vuranda 8x, -4-ü x-ə vuranda -4x, -4-ü 8-ə vuranda -32. Çıxılsın. Nuqsaya vurmaq üsulundan açaq. Birinci dairənin kvadratı, yəni x-in kvadratı üstə gəlsin. Birinci dairə və ikinci dairənin hasilinin 2 misli edir 4x və ikinci dairənin kvadratı. 2-nin kvadratı edir 4. X kvadrat üstə gəlsin 8x çıxılsın 4x çıxılsın 32. Mötərizənin qarşısında mənfi varsa mötərizənin əks işarəni açılır. X kvadratı müsbət olur mənfi, 4x müsbət olur mənfi, 4 müsbətli olur mənfi. Bərabərdir. X kvadratın biri müsbət biri mənfi islah olundu. 8x-dan 4x çıxanda qalır 4x, 4x-dan 4x çıxanda qalır 0. Deməli bizim nəticəmiz -32 çıxılsın 4 ödəlir -36.